Salam əziz və dəyərli şagirdlər. İndi sizə sadə bir sualın izahını təqdim edəcəm. Bizdən passive voice istəyir, yəni məhsul növü. İlk öncə uşaqlar düzgün məhsul növü seçəndə bir neçə qaydaya baxmalıyıq. İlk öncə bizim məhsul növünün qaydası nədir? To be üstəgəl P2. Bu qayda ilkin mərhələdə olmalıdır. Əgər cümlədə there is varsa, deməli bu məhsul növ deyil. Üçüncü qayda isə cümlənin sonunda sifət varsa bu passive voice deyil. Yəni bu iki qayda olsa passive voice deyil. Bir də bu qaydanı gözləmək lazımdır. Deməli yoldaşlar, baxaq məsələyə. Deməli biz baxaq birinci suala. Is valued var. Yəni bildiyimiz kimi to be. Yəni bu mən çox biraz düzəldim. To be üstəgəl idi. Yəni P2'miz var. Deməli 1'i götürə bilərik. 2'yə baxaq. Is reduced yenə var və burada başqa bir məsələ yoxdur. Yəni sözün sonunda və s. tema yoxdur. Onu 2'ni də götürəcəyik. Expensive. Expensive nədir? Sifət. Sifət olduğuna görə üçgəli çıxaq. Üçü çıxdığımıza görə B, A variantları gedəcək. Burada isə to be yoxdur. To be-si yoxdur. Ona görə 4-də gedəcək. Cavabımız olacaq 1, 2. İzlədiyiniz üçün təşəkkürlər.